Bismillahirrahmanirrahim. Böyük filosof İbn Sina Ali aleyhissalam hakkında bir ifade işledi. Ebu Ali İbn Sina deyir ki, Ali insanlar arasında ağıl hisslər arasında olduğu kimidir. Ben bunu sadələşdirib deyirəm. Ağıl ilə emosiyanın nisbəti fərqi nədirsə, Ali əleyhissalam ilə digər insanların fərqi odur. Buna həqiqətən də Ali əleyhissalamın həyatında biz dönə-dönə görürük, çox görürük. Elə Ali əleyhissalam ilə yaşamağı bacarmayanların da problemi buydu. Əksəriyyət emosiya ilə, hissiyyat ilə, xoşla, nəfslə rəftar etməyi xoşlayırdı. Ali əleyhissalam isə məhz ağılla və ağıla əsaslanan emosiya ilə həyat sürürdü və bunu tələb edirdi. Əlbəttə, özünün həyatı tələb etdiklərindən daha dəqiq idi. Tələb etdiklərində insanlarla müdarə edirdi. Ona görə də Nəhcül Bəlağaya biz baxdıqda görürük ki, Ali əleyhissalamın Nəhcül Bəlağə boyu bizə verdiyi mesaj budur. İlahi, insani, mənəvi dəyərlərlə zarafat eləməyin. Düzlük vacibdir, bunu oyun-oyuncağa çevirməyin. Yalan danışmaq olmaz, bunu oyun-oyuncağa çevirməyin. Dünya real deyil, ahirət realdır. Dünya sınaq meydanıdır, bunu oyun-oyuncağa çevirməyin. Ali əleyhissalamın Nəhcül Bəlağə boyu mesajı məhz budur. Xütbələrdə, məktublarda, hikmətlərdə məhz bunu Ali əleyhissalam aşılamağa çalışır ki, dəyərlərə ciddi yanaşın. Dəyərlərlə oyun oynamayın, dəyərlərlə zarafat etməyin. Bunlar sizin tale yüklü məsələlərinizi həll edən amillərdir. Həqiqətən də Ali əleyhissalamın digər insanlarla fərqi ağılla emosiyanın fərqi kimidir. Ağıl sabitdir, təmkinlidir, ağıl dəqiqdir. Emosiya həmişə ağla əsaslanarsa doğru olar. Allah bizə Ali əleyhissalamın təfəkkürünü nəsib etsin.